Salam aleykum dəyərli izləyicilər, hər vaxtınız xeyir. Bugün sizlərə cüzə alıb böyütməyin xeyri var yoxsa yox, yəni qazanc baxımından o barədə danışacağam. Mümkün qədər çalışacağam qısa məlumat verim. Kimə maraqlıdırsa, xahiş edirəm sona qədər izləsin. Faydalı olarsa bəyənib kanala abunə olarsınız, zəhmət olmasa. Mənə dəhşət çox mesajlar gəlir, həm şərhlərdə, həm telefon nömrəmə ki, biz də bu işlə məşğul olmaq istəyirik, cüzə alıb böyüdüb satmaq istəyirik. Nə məsləhət görərsən, ya sərf eləyir yoxsa yox. O barədə hamıya bir-bir yazmağa təəssüf ki, vaxt imkanı olmur. Ona görə qərara gəldim ki, elə bir dəfəlik video formasında çəkim. Deməli, onu nəzərinizə çatdırım ki, əsasən soruşanları 400 dənə, 500 dənə, 600 dənə saxlamaq istəyənlərdir. Çox az sayda olur ki, böyük sayda saxlamaq istəyən olsun. Yəni, məndən soruşanları nəzərdə tuturam. Belə saxlayan olar. O qədər saxlayan var. 400, 500, 700, lap 1000 dənəyə qədər saxlamağın heç bir mənası yoxdur. Yəni, cüzə saxlayıb, böyüdüb satmaq istəyirsinizsə, indi məndə hal-hazırda çolpa yoxdur, üzrlü sayın, ona görə ördəkləri çəkirəm. Hal-hazırda olanlar bunlardır. Hələ ki, təsərrüfatımızda çolpa yoxdur, qalmayıb. Mən də böyüdüb satıram, cüzə böyüdüb satıram. Ona görə də öz təcrübəmə əsasən deyirəm ki, 1000 dənəyə qədər siz heç bir xeyir gözləməyin. Belə deyim də, bəxtimiz gətirsə, Allahın köməkliyi ilə eləyəndə, saxlayanda öz borclarını ancaq ödəyəcəklər. Yəni, 1000 dənəyə qədər, hətta 1000-dən də çox olanda çəkdiyimiz xərci ödəyəcək. Çəkdiyimiz xərcdən, məsəl üçün, 100 manat ola bilər ki, əksik olsun, ola bilər 300 manat artıq olsun. O da çəkilən əziyyətə görə heç nədir, yəni. Konkret olaraq çəkilən əziyyətə görə o qədər qazanc dəymir. Ona görə də imkan varsa, əgər kim saxlamaq istəyərsə, ən aşağısı başlayacağı say olsun 3000 dənə ki, cüzənin hərəsindən 80 qəpik 1 manat pul qalanda, heç olmasa bu 3000 dənədən indi olacaq 100 dənə, haradasa 80 dənə, 100 arası belə, daha doğrusu 50-100 arası itki olacaq. Belə götürək ki, 2900 dənə əlimizdə çolpa var. Heç olmasa 2900 dənəni satanda sizin axır əlinizdə xeyri nəzərdə tuturam. Xeyr hərəsindən 1 manat və ya 80 qəpik olsun. Yəni 2 ay saxlayıb 2900 cüzədən 2900 manat pul götürə biləsiniz. Yoxsa o da yəni hər dəfə olmur. Elə olur 50 qəpik xeyir qalır, elə olur 40 qəpik xeyir qalır. Məsələn, indi videolarda izləyirsiniz. Çox adam mənim də kommentlərimə yazır ki, bəzən olur satanda deyirlər, bahadır, bahadır, bahadır. Amma and olsun Allaha, bunu kim saxlasa, çolpanı nəzərdə tuturam, yəni cüzə alıb, böyüdüb kim satsa, inanın ki, həmin qiymətdən aşağı vermək istəməz. Kim verirsə, məcburiyyətdən verir. Ona görə çox sayda saxlamaq lazımdır ki, çox sayda saxlayanda ucuz vermək sərf eləyir ki, tez bazar satıb qutarasan, əlində pul qalsın. Məsələn, mən 1000 dənə saxlayıram, mən o tez satsam da, gec satsam da mənə fərqi yoxdur. Ona görə mən əgər onu 5.50-yə satmalıyamsa, verirəm 6 manata. Amma siz 4000 dənə saxlayanda onu 6 manata verə bilməzsiniz, mümkün deyil. Yəni, sata bilməzsiniz onu. 4000 dənə saxlayırsa, siz məcbursunuz 5 manata verəsiniz onu, optavoy. Gəlib, alverçilər falan, hamı yığıb daşıyır. Yoxsa həyətdə saxlamaq istəyənlərə satın falan, o şeyləri yəni yaddan çıxardın, onunla qazanc əldə eləmək olmur. İşləmək lazımdır düzgün alverçilərlə. Düzgün və daimi alverçilərlə. Yoxsa həyətimə götürüm 20 dənə satdım falan kəsə, 10 dənə satdım falan kəsə, elə yox. Alverçilər var ki, valla, mən özüm də alverçilərlə işləyirəm. Eləsi olur ki, hər gün gəlir, bir həftə ərzində. Bir nəfər alverçi elə olub ki, bir həftəyə 800 dənə çolpa götürüb. Sata bilir də, bacarır, satır.
Pulunu verir, alır, gedir üstünə 50 qəpik, 1 manat qoyur, satır. Allah xeyrin versin. Yəni ən yaxşı qazanc yolu olar ki, bu işdə. O görə deyirəm, baş ağrıtmayın. Artıq mən də sayı biraz çoxaltmaq fikirləşirəm. Az sayda saxladığım üçün görürsünüz də, video falan paylaşmıram. Çünki düzə almıram artıq bir aydır. Biraz yerimi böyütmək istəyirəm. Bura mənim balaca yerimdir. Əlavə 2 dənə də yerim var. İnşallah birləşdirib böyük bir yer ərsə gətirmək istəyirəm. 4000-5000 dənə saxlamaq üçün. Yəni 700 dənə, 500 dənə, 1000 dənə falan saxlayıb əziyyət çəkməyimizdə qətiyyən dəymir. İndi inşallah çox uzun-uzadı danışmayayım. Biraz uzun oldu, üzrlü sayın. Növbəti videolarda deyəcəm əsas ki, hansı cinslər daha çox qazançlıdır, hansı cinsin nə özəlliyi var falan çalışacağım xırda hamısı barədə məlumat verim. Çox sağ olun izlədiyiniz üçün. Xahiş edirəm videomu bəyənib kanala abunə olun.